Salam dostlar, hər birinizi Xankəndindən salamlayıram. Şəhərdə həyat və infrastruktur sürətlə bərpa olunur. Şəhər daxilində ictimai nəqliyyat tam nizamlı şəkildə fəaliyyət göstərir. Gördüyümüz kimi küçələrdə 1, 2 və 3 sayılı marşrut avtobuslarına tez-tez rast gəlinir. Nəqliyyat rahatlığı ilə yanaşı həm yerli sakinlər, həm də bura gələn sahibkarlar üçün ən maraqlı mövzulardan biri Xankəndinin biznes imkanlarıdır. Bəs Xankəndidə iş qurmaq istəyənlər üçün hansı real şərait var? Dəqiq və rəsmi məlumatlara diqqət yetirək. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin və İqtisadiyyat Nazirliyinin rəsmi portallarındakı qanunvericiliyə əsasən işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xankəndində vergi məcəlləsi üzrə xüsusi güzəşt tətbiq olunur. Rəsmi mənbələrə əsasən burada rezident kimi qeydiyyatdan keçən sahibkarlar 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, gəlir, əmlak və torpaq vergisindən azad ediliblər. Bundan əlavə istehsal və xidmət üçün ölkəyə gətirilən texnika və avadanlıqlar ədəb edən və gömrük rüsumlarından azaddır. Bu da ilk investisiya xərclərini minimuma indirir. İqtisadiyyat Nazirliyinin məlumatına görə ərazidə biznes açmaq istəyən şəxslər müraciətlərini elektron hökumət portalı e-gov.az və ya obis.az platforması üzərindən edə bilərlər. Dövlət tərəfindən ticarət, ictimai yaşayış, məişət xidməti, tikinti materialları istehsalı və kənd təsərrüfatı sahələrinə xüsusi prioritet verilir. Xankəndində fəaliyyətə başlayan ilk biznes subyektləri artıq yerli sakinləri işlə təmin edir və şəhərin iqtisadi canlanmasına töhfə verir. Sosial sığorta haqlarının dövlət tərəfindən subsidiyalaşdırması da işə götürənlər üçün əlavə böyük dəstəkdir. Hər bir addım rəsmi portal və müvafiq dövlət qurumları vasitəsilə şəffaf şəkildə həyata keçirilir. Xankəndinin addım-addım necə inkişaf etdiyini və yeni imkanları növbəti kadrlarda izləməyə davam edəcəyik. Xankəndi şəhərində böyük qayıdış proqramı çərçivəsində geniş miqyaslı bərpa, quruculuq və təmir işləri sürətlə davam edir. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarə etmə xidmətinin məlumatına görə şəhərdəki mövcud yaşayış və qeyri-yaşayış binalarının texniki vəziyyəti inventarlaşdırılıb və geniş təmir bərpa layihələri icra olunur. Rəsmi mənbələrin verdiyi məlumata əsasən, Xankəndinin mövcud yaşayış binalarının çoxu keçən əsrin 50-60-cı illərində inşa edildiyindən şəhərin yeni baş planına uyğun olaraq müasir yaşayış komplekslərinin tikintisinə start verilib. Kadrda uzaq görüntüdə göründüyü yeni ucalan hündür mərtəbəli binalar əhalinin dayanıqlı məskunlaşması üçün nəzərdə tutulub. İstismar müddətini bitirmiş və qəza vəziyyətində olan köhnə tikililərin yerində müasir şəhərsalma standartlarına cavab verən yeni mənzillər inşa olunur. Xüsusi nümayəndəliyinin bildirdiyinə görə, Xankəndidə yeni çoxmənzilli binaların tikinti prosesinə dövlət dəstəyi ilə yanaşı özəl tikinti şirkətləri və investorları da cəlb edilir. Bu da həm yeni iş yerləri yaradır, həm də mənzil fondunu sürətlə genişləndirir. İnşa edilən yeni binalar müasir memarlıq üslubu ilə yanaşı yüksək seismik davamlılıq və enerjiyə qənaət standartlarına tam cavab verir. Bütün bu binalar tezliklə öz sakinlərinə qucaq açacaq. Xankəndin hər küncündə ucalan kranlar şəhərin yeni və işıqlı gələcəyindən xəbər verir.
Qarabağın nəqliyyat infrastrukturunda da daha bir mühüm addım atılır. Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi üzrə işlər hazırda tam sürəti ilə davam etdirilir. Rəsmi məlumatlara görə layihələndirmə işlərinin artıq 90%-i, tikinti quraşdırma işlərinin isə 44%-ə yaxını uğurla başa çatıb. Paralel olaraq Xankəndi dəmir yolu və avtovağzal kompleksinin də tikintisi intensiv şəkildə aparılır. Bakı-Xankəndi gündəlik qatar marşrutunun istifadəyə verilməsi yaxın gələcəkdə ən sevindirici xəbərlərdən biri olacaq. Bu strateji xəttin istifadəyə verilməsi Qarabağda nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq. Bölgənin sosial-iqtisadi inkişafına, eləcə də Bakıdan Xankəndiyə böyük qayıdış prosesinin daha da sürətlənməsinə mühüm töhfə verəcək.